Xanımla bağlı çox söz hamı eşidib, çox sözlər deyilib, çox kitablar yazılıb və xanımı hamı tanıyır. İnsanların daxilində bir xanıma fitri sevgiləri var. Hələ bu xanımı tanımayan geniş miqyasda bir toplumdur. Hələ çox şifahi səviyyədə, ümumi, bəzən çox ümumi tanıyan bir toplumdur ki, bu gün övladlarına Fatimə-i Zəhra adını verir, Fatimə adını verir, Zəhra adını verir. Hələ bu toplum Zəhra tanımıyıb, hələ bu toplum Fatimə tanımıyıb, hələ bu topluma İslam marifi ilə tanış olma imkanları televizorlardan, radiolardan verilməyib ki, insanlara Zəhra tanıtdırırlar, Fatimə tanıtdırırlar. Bununla belə görürük son illərin statistik rəqəmləri. Bunlara dair heç kim heç cür şərh edə bilməz. Bu dəqiq statistik rəqəmlərdir ki, cəmaət Fatimə adına üstünlük verir. Hələ o cür ki lazımdır tanımadan, hələ o cür ki lazımdır hər şeydən xəbəri olmadan.